Selamun Aleyküm ve Rahmetullah. Bugünkü mövzumuz Çanqan 207-də əgər açarımız itərsə nələri etməliyik, nələri etməməliyik? Bunun haqqında olacaq. 2 gün əvvəl bir qardaşımızın başına belə bir hadisə gəldi ki, bir yeri getmişdi və açarı itirdi. Yaxınlaşdı maşına, maşının qapısı açıq idi. Qapısını açdı, qısacası oturdu, amma açarı tapa bilmədi heç. Kodladı, yəni kodladı deyəndə ki, kodlamadı əslində. O şəkildə gəldi evə və maşının tamamən söndü, ekran getdi, amma qapılar açıq qaldı. Və başladı ki, bunu necə açarı yenidən çıxarda bilər. Bunun üçün mən Kars Azərbaycanın nömrəsini verdim. Kars Azərbaycan bildirdi ki, eyni açarın eynisini, amma boş açar gətirin, biz sizə onu yazaq verək. Qardaş qısacası açarı tapdı. Açarı tapacağı yerdə Babəkdəki Çanqan servis. Oradan bir açar verdilər eynisini, amma içi boş. Evakuatorla maşını Kars Azərbaycana apardı. Və Kars Azərbaycana gedib çatdıqda Kars Azərbaycan gördü ki, ekran sönüb. Ekranın söndüyünü görən Kars Azərbaycan bildirdi ki, yəni biz buna artıq heç bir şey eləyə bilmərik. Çünki buna müdaxilə eləyə bilmir. Ekran açıq qalmalıdır ki, biz buna yenidən müdaxilə eləyək və açarı ona tanıdaq. Qısacası, belə bir nəticə çıxartmaq olar ki, buradan. 1. Əgər açarı itirmişiksə, Allah qorusun, gündüz vaxtıdırsa, maşının zaryadkası qurtarmadan, sönmədən, ekran bağlanmadan özümüzü Kars Azərbaycana çatdıraq və ya bu işi görə biləcək başqa bir servisə, fərqi yoxdur. Mən Kars Azərbaycanı bilirəm, ona görə onun adını çəkirəm. Və boş bir açar tapaq. Bu birinci məsələ. Bu dediklərim bir də bunu yadda saxlayaq ki, kimin master akkauntu yoxdur, onlara aiddir. Master akkauntu olanlar işi asandır. Çünki master akkaunt olanlar maşının açarı olmasa belə istifadə edə bilirlər. Mən istifadə etmirəm master akkauntu. Ona görə çox bir elmim yoxdur. Xahiş edirəm burada etdiyim xətaları videonun altından yazın, mən də öyrənim. İnşallah bu yaxınlarda master akkauntu mən də yazdıracağam. Yəni aktiv edəcəm əslində. Və onun haqqında da geniş bir video hazırlamağa çalışacağam. Lakin indi vəziyyətimiz ondan ibarətdir ki, əgər kimsə açarı itiribsə, nə etməlidir, nə etməməlidir? Etməli olduğu odur ki, qətiyyən maşının zaryadkasını qurtarmasın, mütləq və mütləq çalışsın maşını zaryadkaya qoysun ki, zaryadkası qalsın, ekran açıq qalsın ən əsası və maşın açıq qalsın. Olmazsa nələr ola bilər? Ekran açıq qalmasa artıq sizin blokunuz çıxmalıdır, getməlidir Kitaya və Kitayda o bloku hər hansı bir açara tanıtmalıdırlar. O açarla bərabər blok geri qayıtmalıdır. Bu birinci variant. İkinci variant odur ki, Kitaydan blok zakas edirsiniz və açarı unutmasalar, açarla bir yerdə göndərməlidirlər. Açarla bir yerdə bloku göndərməlidirlər və o bloku da maşına əlavə edib, o şəkildə istifadə edirsiniz. Allah qorusun, qapı bağlı qalmasın, bağlı qalsa biraz sıxıntı. Düzdür, onu da yəqin ki, bu sağ olsunlar, qapı açanlar var idi, hansı qardaşların başına gəlmişdi, açar içəridə qalmışdı, zaryadkası az olduğuna görə qapılar bağlanmışdı. Gəldilər, onlar açdılar. Elə baxıram ki, qapını açdırmaq böyük bir problem deyil. Əsas problem açarın itməsidir. Ona görə də master akkauntu yazdırmaq daha da vacib hala gəlir. Və ya bir dənə əlavə bir açar, ən azından açar çıxartmaq lazımdır ki, belə bir hallar baş verərsə başımıza ən azından ikinci bir planımız olsun. Bu videom aşağı yuxarı başa düşmədiyiniz bir şey olarsa mütləq aşağıdan yazın, yorumlar qismində yazın. Mən də çalışacağam bildiklərimdən, təcrübələrdən paylaşım. Və bunu da bildirim ki, və bu hadisəni qardaş mənə dünən danışdı, saat 9 radələri. Və qrupda bir qardaşımız
Axşam saat 11-in yarısında baxdım ki, yazıb ki, açarım itib. Qardaşa əslində şəxsinə gec də olsa məlumat verdim bu barədə. Bilmirəm, qardaş bu videonu görərsə, o da bizimlə ən azından başına gələnləri bölüşər yorumlarda. Biz də onu işıqlandırarıq inşallah ki, təcrübədən yararlanmaq baxımından. Bugün xəbərim yoxdur. Qardaş neynədi, neyniyə bildi. O barədə qısa bir video paylaşaram. Lakin hələ ki bir məlumatım yoxdur. Neyniyə bildi. O qardaşa məlumat verdim ki, ekranı bağlamasın, qapını bağlamasın, icazə verməsin, maşının zaryatkası olsun, ən azından xoddasın, benzin getsin. Bu da açarsız bu proseslər necə olur, mən onu hələ bilmirəm. Açar yoxdur, itib, maşın işləyir. Kodlanır, ekran işləyir, fəaliyyət göstərir, sürüb harasa gedirsiniz. Hər bir şey eləyə bilirsiniz. Amma açar yoxdur. Bu necə olur, onu da bilmirəm. Çünki bu maşınlarda açar uzaqlaşanda avtomatik olaraq qapılar bağlanır normalda. Mən də başıma gəlib ki, uzaqlaşmışam, bağlanmayıb. Son 2-3 gündə də şeylər oldu bir neçə dəfə. Uzaqlaşdım, o qapılar bağlanmadı. Bunu da deyim, o ruçkalar içəri girir, amma qapılar bağlanmır. Yəni kilitlənmir. İşıqda yanıqlı qalır. Bu videomuz bu qədər. Ümidvaram ki, kimlərəsə faydalı oldu. İnşallah nə suallar olarsa, kimin təcrübələri varsa, ən azından mənim nömrəm əslində var, yorumlar bölməsində də var, açıqlamalarda da olur. Mənlə qısa bir o təcrübələrini bölüşsələr, mən də çalışacağam ki, inşallah bunu YouTube-da işıqlandırım. Başlarına gələnlər, növbəti başlarına gələcək olanlara ən azından necə deyim, faydalı olacaq məlumatları verək ki, əziyyət çəkməsin. Çünki o qardaş əgər bilsəydi ki, onun ekranı bağlanmamalıdır, onun maksimum xərci 300 manat, 400 manat olacaq. Çünki Kars demişdi ki, 250 manata yazaram, açarın da qiyməti 120 manat idi. Lakin nə Kars bildirməyib, nə qardaş özü bilmədiyi üçün belə bir problem yaşadı. İndi blok getməlidir və s. proses uzun çəkir. Allah kömək olsun. Allah əmanət olun. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.